Salam uşaqlar, bugünkü 13 aprel 2025-ci ilin buraxılış imtahanıdır. Gəlin izahını verim uşaqlar sizə. Dinləmə yoxdur deyə keçirik və 5-ci sualdan başlayırıq. В начале апреля в центре Гейдара Алиева откроется выставка картин молодых азербайджанских художников. На выставке будут представлены картины более 30 талантливых художников. Билеты на выставку можно приобрести в кассах или на сайте центра. Burada deməli qısa mətnlər verilibdir. Deməli, gəlin onu mən sizə tərcümə edeyim. Aprelin əvvəlində Heydar Əliyev mərkəzində gənc Azərbaycanlı rəssamların rəsm sərgisi açılacaq. Sərgidə 30-dan çox istedadlı rəssam deməli rəsm əsərləri nümayiş olunacaq. Sərgiyə biletləri kassalardan ya da mərkəzi internet saytından əldə etmək olar. Gəlin indi ona uyğun olan ifadəni seçək. Весной откроется выставка картин молодых азербайджанских художников. Deməli, burada biz bilirik ki, в начале апреля в центре Гейдара Алиева откроется. Yəni, necə deyirik? Aprelin əvvəlində açılacaq. Yəni, burada gələcək zamanda açılacaq, hələ açılmayıbdır. Və burada A variantında da yazılıb ki, весной откроется выставка картин молодых азербайджанских художников. Gəlin baxaq, nə deyir? Yazda gənc Azərbaycan rəssamlarının rəsm sərgisi açılacaq. Правильно, потому что здесь тоже откроется, açılacaq. Aprel, yəni vesnadır, yazdır, düzdürmü? Ona görə də biz A variantını düz variant kimi ala bilərik. B variantına keçək. Niyə götürmədik B variantı? Çünki в центре Гейдара Алиева открылась выставка картин талантливых азербайджанских художников. Открылась, açıldı. Halbuki biz bilirik ki, gələcəkdə açılacaq, откроется. Ona görə də götürə bilmədik. Bunu götürə bilmərik. Yəni, Heydar Əliyev mərkəzində istedadlı Azərbaycan rəssamlarının sərgisi açılmışdır. Bu düz deyil. C variantda. Билеты на выставку молодых художников продаются только в кассах центра. Ancaq, deməli, biletlər kassalarda satılır, amma biz bilirik ki, həm də onlaynda ala bilərik. Bu da. В конце апреля начнется онлайн-продажа билетов на выставку картин молодых художников. Burada deyir ki, onlayn şəkildə biletlər satır. В конце апреля. Aprelin axırında. Amma biz bilirik ki, в начале апреля. Deməli, bu da düz deyil. Около 30 талантливых молодых художников представят свои картины на выставке. Deyir ki, около 30, yəni sərgidə 30-a yaxın istedadlı gənc rəssam öz rəsm əsərlərini təqdim edəcək. Amma biz bilirik ki, более 30 талантливых художников, yəni 30-dan çox belə olar. Ona görə də biz A variantını seçirik. Все, keçək 6-cı suala. Шестой вопрос. Уважаемые сотрудники, 24 апреля в 10:00 в нашей компании состоится семинар на тему применения информационных технологий в производстве. В семинаре обязательно должны участвовать руководители отделов компании. Deyir ki, hörmətli əməkdaşlar, 24 aprel saat 10:00-da şirkətimizdə informasiya texnologiyaların tətbiqi mövzusunda seminar keçiriləcək. Seminarda şirkətin departament, yəni də şirkətin rəhbərləri iştirak etməlidir. Departament deyərlər, bilmirəm indi necə. Yəni, отделada departament, belə deyək, şirkətlərin rəhbərləri mütləq, обязательно iştirak etməlidirlər də, yəni. Обязательно, mütləq iştirak etməlidir. А варианты. Руководящий состав компании в 10:00 участвовал в семинаре. Состоится deyiriksə, olacaq. Состоится. 24 apreldə olacaq. Gələcək zamandadır. Amma burada участвовал ilə bitir. Burada elə bir keçmiş zamanda verilib. Görürsünüzmü? Yəni, deyir ki, şirkətin rəhbərliyi saat 10-da seminarda iştirak etdi. Halbuki olacaq hələ. Дальше это неправильно. Б варианты. Руководители отделов обязаны участвовать в семинаре. Deyir ki, seminarda şöbədə, yəni müdürləri iştirak etməlidirlər. Mütləq, обязаны, yəni. Deməli, bizdə bu düzdür. C варианты. Сотрудники нашей компании приняли участие в семинаре.
Burada da deyir ki, seminarda şirkətin işçiləri iştirak etdilər. Halbuki biz bilirik ki, hələ olacaq bu seminar. Неправильно. В начале апреля в компании состоится семинар. В начале апреля deyir, aprelin əvvəlində seminar olacaq deyirsə, biz də bilirik ki, 24 aprel, yəni axırda. Yani sonudur da, düzdürmü? Новый семинар прошел в нашей компании в начале весны. Deyir ki, yeni seminar bu kompaniyada deməli yazın əvvəlində keçdi. Halbuki biz də bilirik ki, 24 aprel не начало, а конец. Deməli bu da düz deyil. B variantı burada seçirik. Yaxşı, 7. Сегодня в Азербайджанском государственном театре юного зрителя в 19:00 покажут спектакль по сатирической комедии Азиза Несина. В спектакле участвуют известные азербайджанские артисты. Приглашаем всех желающих посетить этот спектакль. Bugün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında saat 19-da Əziz Nəsininin satirik komediyası əsasında tamaşa nümayiş olunacaq. Tamaşada Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak edirlər. Hər kəsi bu tamaşaya dəvət edirik. A variantında сегодня все желающие посмотрели новый спектакль в театре. Deməli, bugün hamı teatrda yeni tamaşaya baxdı. Сегодня все желающие посмотрели новый спектакль в театре. Burada biz bilirik ki, покажут. Сегодня покажут. Saat 7-də axşam göstərəcəklər. Amma burada уже посмотрели, baxıblar. Deməli, A getdi. В театре показали спектакль по сатирической комедии Азиза Несина. Так. Показали, покажут. Deməliyik də biz göstərəcəklər də. Bax, o komediyanı. Deməli, bizdə onda bu da düz deyil. Azərbaycanские артисты приглашают всех послезавтра посмотреть спектакль. Deməli, Azərbaycan sənətçiləri hər kəsi biri günü tamaşaya baxmağa dəvət edirlər. Niyə biri günü? Bugün spektakl сегодня вечером. Deməli, bu da getdi. D. Спектакль по комедии Несина состоится в театре юного зрителя. Спектакль deməli harda olacaq? Gənc Tamaşaçılar Teatrında. Ona görə də biz deməli 7-dən D variantını düz variant kimi götürə bilərik. И E variantı сегодня днем в Azərbaycanском teatре покажут новый спектакль. Dнем deyə yazılıb gündüz, amma halbuki biz bilirik ki 19:00, yəni axşamdır. Deməli 7-də biz D seçdik. Tak, keçək növbəti bizim 8-ci. Tak, 8-də. Və 8 hardadır? Burada mətnimiz var bizim. Onu işləyək birinci. Ondan sonra da keçərik o biri. Tak. Азербайджан – одна из тех стран Востока, где во время народных праздников часто показывали кукольные представления. Так. Deməli, onu da sizin tak. Сейчас. Так, давайте продолжим. Deməli, Azərbaycan – одна из тех стран Востока, где во время народных праздников часто показывали кукольные представления. Yəni, Azərbaycan, deməli, necə deyim, xalq bu bayramlarında kukla tamaşalarını tez-tez göstərdiyi şərq ölkələrindən biridir. Интерес к таким представлениям традиционно сохранился и в наши дни. Belə tamaşaların maraq bu günə qədər qorunub saxlanılıb. Именно поэтому сегодня одним из популярных театров является Азербайджанский государственный кукольный театр имени Абдуллы Шаига. Məhz buna görə də bugün Azərbaycan ən məşhur teatrlarından biri Azərbaycan Dövlət Kukla Teatrıdır. Tak. Так, Azərbaycanski. Deməli, teatr Abdulla Şaiqin adını daşıyır.
Этот театр с 1965 года находится в красивом здании, которое было построено на бульваре. Bu teatr 65-ci ildən bulvarda yerləşən gözəl binada fəaliyyət göstərir. Раньше в этом здании располагались кинотеатр и ресторан. Əvvəllər bu binada кинотеатр və restoran deməli yerləşirdi. Большую роль в создании театра кукол и музея, который находился при театре, сыграл Mulla Ağa Babirli. Deməli, kukla teatrının və kukla muzeyinin yaradılmasında böyük rol oynamış rejissor və teatr rəssamı Mulla Ağa deməli Babirlidir. Он первым в Азербайджане получил профессиональное образование по специальности грим в кукольный театр. Grim и kukольный teatr. Deməli, o Azərbaycanda ilk dəfə rəsm və kukla teatr ixtisasına üzrə peşəkar təhsil almış şəxsdir də. Дальше много кукол он изготовил своими руками. Kuklaları özü hazırlayırdı. Так, стены театра оформил народный художник Azərbaycana Toğrul Narimанбеков. Deməli, teatrın divarları xalq rəssamı Tofiq deməli Нариманбеков tərəfindən bəzədilmişdir. Дальше здесь изображены известные персонажи азербайджанских народных сказок. Burada deyir, məşhur Azərbaycan xalq nağıllarının qəhrəmanlarını təsvir olunubdu. Начиная с 1975 года в театре наряду с детскими спектаклями показывают спектакли и для взрослых. Deyir ki, 75-ci ildən etibarən teatrda yalnız uşaqlar üçün deyil, böyüklər üçün də tamaşalar göstərməyə başlanıldı. Поэтому зрители разного возраста с удовольствием посещают этот teatr. Buna görə də müxtəlif yaş qruplarına olan insanlar bu teatrı zövqlə deməli izləyirlər. Его коллектив участвовал в театральном фестивале в странах Европы и Азии. Deməli, teatr kollektivi Avropa və Asiya ölkələrində beynəlxalq festivallarda iştirak etmişdir. В разные годы в этом театре ставили Дастана Деде Горгут, Ашук Гариб, драма, комедия известных писателей, драматургов Azərbaycana. Deməli, müxtəlif illərdə burada Dedə Qorqud dastanı, deməli, Aşıq Qərib, dramlar və digər məşhur Azərbaycan yazılı əsərləri səhnəyə qoyulmuşdur. В кукольном театре трудятся талантливые режиссеры, актеры, композиторы и художники. Deməli, kukla teatrda tamaşa istedadlı rejissorlar, aktyorlar və rəssamlar deməli işləyirlər. В 2011 году в Баку прошел первый международный фестиваль театра кукол. 2011 ildə Bakıda beynəlxalq kukla teatrı festivali keçirilmişdir. Так, indi uşaqlar deməli mətni oxudum. Gəlin indi 8-ci suala fikir verək. Burada deyir ki, əsas fikrini, основная мысль. Так, biraz yaxınlaşdırım. Так, определите основную мысль текста. Талантливые режиссеры и актеры участвуют в подготовке представлений театра. В кукольном театре показывают спектакли для зрителей разного возраста. На стенах кукольного театра изображены персонажи народных сказок. Азербайджанский государственный кукольный театр популярен и в наши дни. И Дастана Деде Горгут и Ашук Гариб ставят на сценах kukольного teatra. Deməli, biz hansını seçməliyik? Gəlin baxaq. Deməli, birincidə deyir ki, teatr tamaşaca hazırlanmasında istedadlı rejissorlar və aktyorlar iştirak edirlər. B-də deməli, kukla teatrı müxtəlif yaşlı tamaşaçılar üçün tamaşalar göstərilir. 3-də deməli, C variantında kukla teatrın divarlarında xalq nağıllarının personajı təsvir edilmişdir. D. Azərbaycanski Gosudərstvenniy Kukolniy Teatr populyarın и в наши dni. Yəni, deyir ki, Azərbaycan Dövlət Kukla Teatrı bu günə də məşhurdur. E-də Dastanı Dedə Qorqud və Aşıq Qərib stavit na scene kukольного teatra. Yəni, kukla teatrın səhnəsinə Dedə Qorqud və Aşıq Qərib dastanı qoyulur. Və bizim əsas nədən söhbət gedirdi uşaqlar? Əlbəttə ki, Azərbaycanski Gosudərstvenniy Kukolniy Teatr populyarın и в наши dni deyə biz D variantı əsas ideyası kimi götürə bilərik. 9-da дополните предложение информации из текста. Народный художник Азербайджана Toğrul Narimанбеков
Yani burada mətni davam etməliyik də, cümləni tamamlamalıyıq. Azərbaycan xalq artisti Toğrul Nəni Mənbəyev neyniyirdi? Əlbəttə ki, divarları deyir ki, bəzədi də deməliyik ki. Kukla teatrın divarlarını bəzədibdi deyə biz əlbəttə ki, украсил стены кукольного театра deyə D variantını seçirik. Дальше. 10-cu suala keçək. Так. Silirəm və 10-cu suala keçim. Какое утверждение не соответствует содержанию текста? Mətnə aid olmayan, yəni uyğun olmayan hansı deyir ki cümlədir? С 1975 года кукольный театр работает в здании на территории бульвара. 75-ci ildən Kukla teatrı bulvardakı binada fəaliyyət göstərir. В 2011 году в Баку был фестиваль театра кукол. 2011-ci ildə Bakıda Kukla teatrı festivali olubdu. Molla Ağa Babirli многое сделал для создания театра кукол и музея театра. Molla Ağa Babirli Kukla teatrı və teatr muzeyinin yaradılmasında çox iş görübdü. Babirli первым получил профессиональное образование по специальности грим и кукольный театr. Babirli ilk olaraq grim və kukla teatr ixtisası üzrə peşə təhsili almışdı. Немало кукол для представления театра изготовил Molla Ağa Babirli. Deməli, Molla Ağa Bəbirli teatr tamaşaları üçün çoxlu gəlinciklər düzəldib, yəni kuklaları da. Biz də əlbəttə ki, burada uyğun olmayan, əlbəttə ki, burada A variantıdır. Bu düz değil. Так, 11. Исходя из текста, определите правильный ответ на вопрос. Почему в наши дни в Azərbaycani популярен кукольный театr? Sual belədir. Nə üçün kukla teatrı bugün Azərbaycanda populyardır? Потому что театр располагается в красивом здании, çünkü teatr güzel bir yerde yerləşir deyir. B-də, потому что в театре ставят спектакли известных азербайджанских драматургов. Çünkü teatr deməli Azərbaycan tanınmış dramaturgların tamaşalarını səhnələşdirir. Потому что только дети могут посещать театры, çünkü teatra ancaq uşaqlar gedə bilərlər. Потому что kukольные представления издавна показывали в Azərbaycane, çünkü Azərbaycanda çoxdan kukla tamaşa nümayiş etdirirdilər, yəni o vaxtlardan deyir ki, və потому что имеет хорошее расположение, çünkü yaxşı yerləşdiyi üçün. Əlbəttə ki, biz də B variantını seçirik burada, потому что в театре ставят спектакли известных азербайджанских драматургов. 12. Определите верное утверждение. С 1975 года в театре показывают спектакли только для взрослых. Burada уже düzgün hansı uyğun gəlir, onu seçməliyik uşaqlar. Так. 1975 года в театре показывают спектакли только для взрослых. 75-ci ildən teatra yalnız böyüklər üçün tamaşalar qoyulub. Второе. Коллектив театра давал представления на фестивале и в Европе, и в Азии. Так. Teatrın kollektivi Avropa və Asiyada keçirilən festivalda çıxış edirdi. Так. Дальше. Кукольный театр Azərbaycana назван в честь Abdullah Şaiqə. Əlbəttə ki, deməli Azərbaycan Kukla teatrı Abdullah Şaiqin adını daşıyır. Və 4-də в здании кукольного театра находится ресторан и кинотеатр. Kukla teatrın binasında restoran və kinoteatr da var. Deməli, burada uşaqlar yazıb ki, kollektiv teatr давал представления на фестивалях Европы и Азии. Так, показывал спектакли, представления, yəni tamaşaları. Ama burada yazılıb ki, его коллектив участвовал в театральных фестивалях. Давал представления, yəni tamaşaları eləyirdi. Amma burada da yazılıb ki, deməli, Avropa və Asiya keçirilən teatr festivallarında iştirak etdi. Kukольный театр Azərbaycana назван в честь Abdullah Şaiqə. 3 mən götürdüm düz cavab kimi. Yəni kukla teatrı əlbəttə ki Abdullah Şaiqin adını daşıyır. Bizdə də düzgün variant. Хотя ikincində так, коллектив театра давал представления на фестивалях в Европе и Азии. Так. Ama burada участвовал в театральных фестивалях. Не давал, а участвовал. Значит так, üçüncü. Biz düz cavab kimi götürüyük. Дальше. Так.
Ola bilər, yəni 2-ni də götürə bilər, amma 3 doğrudur. Так. 13-də. Какое из выделенных слов употреблено в переносном значении? Переносное значение, yəni məcazi mənada. Злой мальчик, злой человек, злые люди, злые дети. Amma zloy moroz qəddar şaxta, da. Burada onda biz yenə seçməliyik. Zloy moroz. Дополните диалог. Ты знаешь, где находится площадь Füzuli? Sən bilirsənmi Füzuli meydanı harada yerləşir? Soruşur və biz 2 cavab ya da 3 cavab seçməliyik. Hansı düzdür? Впереди около metro. Qarşıda metronun yaxınlığında deyə bilərik və Недалеко от центра da deyə bilərik. Yəni mərkəzə yaxın. 1 və 5 seçə bilərik burada. C variantını. В каких словах пропущена одна и та же буква? Gəlin baxaq. Eyni deyir hərf harda olmalıdır. Məsələn, trava. Burada noga deyə yazılır. O. Sonra zima. Так, слеза. Burada y olur. Svetofor. Şirina. İd. Vada o, sava o. Deməli B variantında чистота, çünki burada idi, burada da reka iyi. Bizdə B variantıdır. 16-da укажите антоним слова короткий. Короткий qısa deməkdir. Gödək də deyə bilirik, korotkий də qısadır. Əlbəttə ki, onun deməli antonimi длинныйdır, əks mənası. Со словом два оба сочетается. Оба и два. Uşaqlar, həmişə sizə onu tez-tez izahını verirəm. Dva və oba bu say əlbəttə ki, ancaq murskoy rod kişi cinsində və sredni rodda olan isimlərlə yola gedir. Deməli, student və geni 1 və 4 B variantıdır, uşaqlar. Çünki dva studenta, oba studenta, dva geniya, oba geniya deyə işlədə bilərik. Amma armiya və kapля burada женский rodda. O, dve və obe sözü ilə düzgün gələr. Deməli, biz B variantını seçirik 17-dən. Так, дальше. Так, silərəm və keçək 18-ci sualımız hardadır? Burada. Так. Biraz böyük edim. Görsənsin sizə də. 18-də. В каком слове буква Ю обозначает два звука? Ю hərfi nə vaxt iki səs verə bilir, uşaqlar? Məhki və tverdi znakın yanında olanda, Yu hərfindən başlayanda və Yu hərfi, məsələn, saytın yanında olanda. Əlbəttə ki, bizdə iki səs harda verə bilir? Deməli, kapyu A variantında. Görsün, məhki znakın yanındadır deyə ona görə. Tak. A variantı seçirik. Qalanları çünki orada bir səs verir. Niyə? Çünki burada sametin yanındadır. Ona görə. 19-da выберите правильный вариант. Так, düzgün вариант. Какой высокий смысл заложен в одном коротком слове? В чем? В слове Родина Е. Для каждого человека это слово содержит в себе что-то свое личное. Так. Yəni deyir ki, bir qısa sözdə nə qədər uca məna var vətən sözündə. Yəni hər bir insan üçün bu sözdə özünə məxsus şəxsi bir şey var. Deməli, Y və A-dırsa burada A variantıdır. Так. Burada uşaqlar deməli существительnin падежное окончаниyadır. Onları təkrar orada baxarsınız, kanalımda var, izah etmişəm. 20-də укажите синоним к слову волноваться. Narahat olmaq, волноваться. Onun yaxın mənalı sözü necədir? Əlbəttə ki, беспокоиться, C variantıdır. 21-də сколько слов сочетается со словом награда? Так, mükafat sözü ilə. Məsələn, государственное deyə bilərikmi? Bəli, dövlət mükafatı. Sonra правительственное deyə bilərikmi? Əlbəttə ki. Ondan sonra заслуженное deyə bilərik də, заслуженная награда. И первая награда deyə də bilərik. Deməli 4-dür. Burada E variantıdır. 22-də выберите правильный вариант. На следующей неделе он приезжает
Nasledüyüşe. Çünki nasledüyüşe deyəndə gələn həftə gələcək da komandirovkadan. Yəni bizdə burada yəni gələn həftə deyiriksə nasledüyüşe, yəni gələcəkdə. Дальше. Брат сказал, что заедет ко мне сегодня вечером. Deyir ki, qardaşım dedi ki, bu axşam, yəni gələcək. Dalımcada belə deyək. И автобус проехал mimo нас и не остановился. Avtobus bizim yanımızdan keçdi və dayanmadı deyə. Aha, deməli D variantıdır. 23-də выберите правильный вариант. Филармония находится за моим домом. Филармония, yəni mənim evimin arxasındadır. За домом. За моим домом. 24. На вопрос, кто отвечает слово. Uşaqlar, кто? Əlbəttə ki, akula. Biz burada bilirik ki, Azərbaycan dilində biz kim deyiriksə ancaq insana deyə bilirik, amma heyvanlara biz nə sualı verə bilir. Amma rus dilində uşaqlar yadınızda saxlayın. Кто deyiriksə heyvan da aiddir də. Burada bu balıqdır. Ona görə də кто sualın verilir. Akula. 25-də выберите нужные слова. Колбаса, sır. Əlbəttə ki, davam etməliyik də məntiqlə. Əlbəttə ki, sosiski. Ona görə də bizdə üçüncü seçirik. Və uşaqlar 26-da burada da составьте рассказ по картинкам в заданном порядке. Не менее 35 слов. Yəni burada da verilən ardıcıllıqla biz deməli ən az 35 sözdən ibarət şəkil əsasında hekayə qurmalıyıq ki, gəlin baxaq ona da. Bunu uşaqlar komment bölməsində yazacağım, amma necə olmalıdır, gəlin onu da baxaq. Məsələn, biz yaza bilərik ki, həftə sonu bir ailə zooparka getdi. Məsələn, uşaqlar çox sevinirdilər və heyvanları görmək üçün səbirsizliklə gözləyir, səbirsizlənirdilər. Əvvəlcə məsələn onlar meymunların olduğu qəfəsin yanına yaxınlaşdılar. Ata uşaqlara maraqlı faktlar danışdı. Hamı onu maraqla dinləyirdi. Sonra ana tısbağanı göstərdi. Qız təəccübləndi ki, tısbağa necə yavaş hərəkət edir. Gün çox maraqlı və faydalı keçdi. Ailə zooparkda məsələn çox məmnun qaldı da, belə çox xoşlarına gəldi. İndi bax bunu deməli rus dilində necə? Значит, в выходной день семья отправилась, например, в зоопарк. Дети были очень рады и с нетерпением ждали встречи с животными. Сначала они подошли к вольеру с обезьянами, потом папа рассказывал детям интересные факты, и все слушали его с удовольствием. Затем мама показала черепаху. Девочка удивилась, как медленно она ползает. День прошел весело и познавательно. Семья осталась очень довольна походом в зоопарк. Bax, bu şəkildə deməli yaza bilərik. İndi bunu tam deməli komment bölməsində 26-cı sualını tam yazarım uşaqlar. Belə, sağ olun, görüşərik. Uğurlar uşaqlar.